Axşamınız xeyir dostlar. Yenə də təzə bir nağılla qarşınızdayıq. Bu axşam sizə Yunanların Lovğa at və Yorğun eşşək adlı nağılını danışacağam. Keçmiş zamanda bir kəndli var idi. Hər həftə yetişdirdiyi meyvə-tərəvəzi atı və eşşəyinə yükləyib şəhər bazarına aparırdı. Bütün həftə boyunca bağından topladığı məhsulları səbətlərə yığar, bazar günü bu məhsulu heyvanlarının belinə yükləyib satmaq üçün şəhərə gedərdi. Kəndli nazlı atını daha çox istədiyindən həmişə eşşəyi daha çox yükləyirdi. Eşşək yoluna çətinliklə davam edər, belinə qoyulan yükü canla başla daşımağa çalışar, amma getdikcə yorular, gücünün azaldığını hiss edərdi. At eşşəyin bütün xahişlərinə baxmayaraq, yükü bölüşmək, ona kömək etmək istəmirdi. Çünki özünü eşşəkdən çox üstün tuturdu. Necə də olsa, bu bir eşşəkdir. Eşşəyin işi yük daşımaqdır. Başqa heç nəyə yaramaz. Mən elə deyiləm. Mən gözəl qaçıram. Yarışlarda iştirak edirəm. Sahibimi, onun ailəsini gəzdirirəm. İnsanlar mənim gözəlliyimlə qürur duyurlar. Heç eşşəyi ilə öyünən, fəxr edən insan görən oldu mu? O yük heyvandır, mən isə zərifəm, deyə at düşünürdü. Yenə bir gün şəhər bazarına gedərkən eşşək çox yoruldu. Günəşin yandırıb yaxan istisində addım atmağa taqəti qalmadı. Ata yalvardı. Dostum, insaf elə, yükümün yarısını sən daşı. Artıq gedə bilmirəm. Olmaz. Həmişə necə daşımısan, yenə də elə daşıyarsan. Eşşək heç nə demədi. Biraz da gedəndən sonra səssizcə yıxılıb öldü. Kəndli həm eşşəyinin ölməyinə təəssüfləndi, həm də yükü necə daşıyacağını fikirləşərkən ürəyi sıxıldı. Nəhayət eşşəyin bütün yükünü ata yüklədi. Bu azmış kimi lazım olar deyə eşşəyin dərisini də soyub atın belinə yüklədi. At iki heyvanın yükünün altında əzilərkən öz-özünə düşünürdü. Eşşəyə qarşı haqsızlıq etdim. Əgər ona kömək etsəydim, bu qədər çətin vəziyyətdə qalmazdım. Amma artıq səhvini düzəltmək mümkün olmadığı üçün bu vəziyyətə dözməkdən başqa çarəsi yox idi. O gündən etibarən hər dəfə bazara gedəndə at bütün yükü tək başına daşıdı. Dostu eşşəyə kömək etməməyinin cəzasını belə çəkdi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.